Peşəkar həyatda inkişaf layihələri üzrə ekspertəm. Məni xaricə buraxmırdılar və ona görə mən xaricə ilk öncə qonşu ölkələrdən başlamalıydım ki, mən valideynlərim üçün bir təsəvvür olsun ki, uzağa getmir. Könüllülərin işini necə dəyərləndirirsiniz və özünüz ümumiyyətlə könüllü olmusunuz? Hər şeylə oradan da başlayıbdı. Yəni mənim həyatımı dəyişən də eyni zamanda könüllü fəaliyyət idi. Çünki universitetə gedirdim, gəlirdim və bir semestr universitetə gedib gəldikdən sonra başa düşdüm ki, bu belə davam etməməlidir. Yəni bir tək universitet ilə bu davam edə bilməz. Mən başqa fəaliyyətlər ilə özümü inkişaf etdirməliyəm. Və bu səbəbdən necə inkişaf etdirə bilərəm? Könüllü fəaliyyətləri də. Bəs Avropada xərcləri qarşılanan layihələr var. Onlara necə qoşulmağı tövsiyə edirsiniz və bütün xərclər qarşılanırmı ümumiyyətlə? Bəli, ümumiyyətlə bütün xərclər qarşılanır. Yəni mən 19-20 yaşlarımda və hal-hazırda da oktyabr ayında layihəyə gedirəm və mənim bütün xərclərim qarşılanacaq. Yol xərci, təyyarə biletlərim qarşılanır. Layihə müddətində 8 gün mən Wrocław şəhərində olacağam. Bu 8 günündə mən gündə 3 dəfə yemək verəcəklər, qalmağa yer ilə təmin edəcəklər və mənimlə birgə 5 gənc ilə birgə gedirəm Azərbaycanı orada təmsil etməyə. Gənclərə bugün bir cümləlik mesaj versəydiniz, bu nə olardı? Bu bir mənalı olaraq gözləmə və başla. Sən bir addım atmalısan ki, həyat da sənə doğru addımlar atsın. Könüllü sən verilişi yenidən efirdədir. Sizinlə mənəm, aparıcı Şəbnəm. Xoş gördük əziz izləyicilər. Bu dəfə verilişimizdə dəyişikliklər edərək gəlmişik. Odur ki, diqqətiniz bizdə olsun. Könüllü sən efirdədir. 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Müraciəti sosial media platformalarımız vasitəsilə, eləcə də portal.asanvolunteers.az saytı vasitəsilə edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı müraciətlərinizi info@asanvolunteers.az ünvanına göndərə bilərsiniz. Verilişin əsas məqsədi gənclərə motivasiya vermək və maraqlı qonaqları dəvət edərək faydalı olmaqdır. Elə yeri gəlmişkən gəlin keçid alaq qonağa. Bugünkü qonağımız çox maraqlı bir xanımdır və eləcə də istedadlı bir xanımdır. Jalə Ələkbərova. Xoş gəlmisiniz Jalə xanım. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Çox gözəl, sizinlə birgə maraqlı bir vaxt keçirəcəyimizə əminəm. Biz də elə əminik Jalə xanım. Gəlin həyat hekayənizdən başlayaq. Aha, çox gözəl. Mən Jalə Ələkbərova, 32 yaşım var. Özümü iki prizmadan təqdim edə bilərəm. Peşəkar həyatda inkişaf layihələri üzrə ekspertəm. Eyni zamanda da son 9 ildir ki, Instagram üzərindən cəmiyyətə faydalı olmaq məqsədi ilə gəncləri, fərdi inkişafın yolları, xaricdə təhsil, xaricdə beynəlxalq layihələrlə bağlı məlumatlandırmağa çalışıram. Jalə xanım, biz sizi sosial şəbəkədən takib edirik, şəxsən mən. Mən öyrənmək istəyərdim ki, uğur yolunuzda sizə hansı təcrübə və yaxud həyat hekayəsi dəstək olub? Aha, uğur nisbidir, birinci bundan başlayaq. Amma ümumiyyətlə bu illər ərzində belə deyək də, mənə təkan verən, məni belə deyək də, ilhamlandıran əlbəttə ki, beynəlxalq layihələr oldu və xaricə getmək, xarici təcrübəni öyrənmək imkanı oldu ilk başda. Normalda mən Gəncədə dünyaya göz açmışam, Gəncədən sonra Bakıya gəlmişəm təhsil almaq məqsədi ilə, amma hər zaman xarici təcrübə, biliklər, özümü inkişaf etdirmək mənə çox maraqlı idi. Təəssüf ki, ailə vəziyyəti, maddi vəziyyət buna imkan vermirdi və mən hər zaman axtarışdaydım ki, mən necə çıxa bilərəm, necə xarici təcrübəni öyrənə bilərəm və beləliklə beynəlxalq layihələrin mövcudluğunu, mənim xərclərim qarşılanaraq, belə deyək də, müxtəlif imkanları dəyərləndirə biləcəyimi öyrənərək həmin o imkanları dəyərləndirdikdən sonra həyatım dəyişdi və hələ də davam edir dəyişməyə, hələ də həmin o beynəlxalq layihələrdə iştirak edirəm, o təcrübələrdən biliklər və bacarıqlar öyrənməyə çalışıram. Maraqlıdır ki, ilk layihə hansı oldu ki, siz müraciət etdiniz və beynəlxalq arenada iştirak etdiyiniz ilk layihə, areya hansı oldu? Orta statistik Azərbaycanlı olaraq ondan başlayım ki, bir xanım olduğuma görə, bir balaca Gəncəli ailəm olduğuna görə ümumiyyətlə məni xaricə buraxmırdılar və ona görə mən xaricə ilk öncə qonşu ölkələrdən başlamalıydım ki, mən valideynlərim üçün bir təsəvvür olsun ki, uzağa getmir. Budur, burada Gürcüstanda 3 saatda gedib gələcəyik və bu səbəbdən elə ilk layihəmi də məqsədli şəkildə Gürcüstanda seçmişdim ki, o layihəyə müraciət alıb seçildim. Gedəcəyimə sonadək inanmırdım ki, mən ümumiyyətlə icazə verəcəklər, buraxacaqlar. Yəni bacıma, mənim əkiz bacım var, ona dedikdə ki, məni bu səfər buraxdılar, hamı təəccüblü idi və ilk o layihə idi ki, getdim Gürcüstana və ondan sonra da davamı gəldi. Jalə xanım, hansı dilləri bilirsiniz? Hal-hazırda rus, ingilis, Azərbaycan dilində danışıram, bir balaca türkçə başa düşürəm, bir də ispanca danışıram, amma hələ ki, çox belə başlanğıc səviyyədə. Sizə poliglot demək olar. Hələ yox. Asan xidmətdə sonuncu dəfə nə vaxt olmusunuz və hansı xidmətdən yararlanmısınız? Sonuncu dəfə Asan xidmətdə sürücülük vəsiqəmi yeniləyirdim. Bir neçə həftə bundan öncə.
Maraqlıdır, neçə dəqiqə çəkdi? Çox sürətli idi, çox şad idim ki, dərhal əldə etmək mümkün idi. Yəni bu prosesi nə bilim və çox yaxşı ki, bizim evimiz tam Asan Xidmətlə filiallarının birinə çox yaxındır. Ona görə mənim üçün çox rahat Asan Xidmətlə işlərimi həll eləmək və sıra da çox deyildi deyə təxmini bir 8 dəqiqə, 10 dəqiqə çəkdi belə. Bizim üçün də bu çox sevindirici bir haldır. İstərdim soruşmaq, könüllülərin işini necə dəyərləndirirsiniz və özünüz ümumiyyətlə könüllü olmusunuz? Hər şey elə oradan da başlayıbdı. Yəni mənim həyatımı dəyişən də eyni zamanda könüllü fəaliyyət idi. Çünki universitetə gedirdim, gəlirdim və bir semestr universitetə gedib gəldikdən sonra başa düşdüm ki, bu belə davam etməməlidir. Yəni bir tək universitet ilə bu davam edə bilməz. Mən başqa fəaliyyətlər ilə özümü inkişaf etdirməliyəm və bu səbəbdən necə inkişaf etdirə bilərəm? Könüllü fəaliyyətlər ilə. Gənclər evlərinə qoşuldum, başladım layihələrə getməyə və mən danışıram sizə bir 15 il bundan öncədən onda Asan Xidmətdə könüllü olmaq imkanı yox idi ki, olsaydı mən böyük məmnuniyyətlə dəyərləndirərdim. Ümumiyyətlə bugünkü gənclər elə ilk görməli iş bu könüllü fəaliyyətdən başlamalıdırlar. 13-14 yaşından belə başlamalıdırlar ki, təcrübə qazansınlar, dünya görüşləri artsın və peşəkar bacarıqlarını inkişaf etdirsinlər. Bəli, siz qeyd etdiniz ki, 15 il öncə, Asan Xidmət 13 il öncə fəaliyyətə başlayıb və hal-hazırda könüllülük elə 15 yaşdan müraciət etmək olar. Nə gözəl, nə gözəl. Sizcə gənclər uğur qazanmaq üçün nədən başlamalıdır? Özünü tanımaqdan, yoxsa hər hansı məqsəd qoymaqdan? İlk öncə özünü tanımaqdan başlamalıdırlar. Çünki o məqsədi də doğru qoymaq lazımdır da belə deyək. Ona görə ilk öncə insanlar, yəni gənclər başa düşməlidirlər ki, hansı güclü tərəfləri var, hansı zəif tərəfləri var, nəyi istəyirlər, nəyi istəmirlər. Bu ən vacib məsələdir ki, sən başa düşəsən ki, nəyi istəmirsən ümumiyyətlə və ona uyğun olaraq da özünə bir yol çizəsən, özünə bir məqsədlər müəyyən edəsən. Elə ilkin məqsəd o ola bilər ki, özümüzü daha yaxşı tanıyaq, öz bacarıqlarımızdan xəbərdar olaq. Bəs bunun üçün gənclərə ümumiyyətlə özlərini tapmaq üçün, fərdi inkişafları üçün nə tövsiyə edərdiniz? Araşdırmaq ilk növbədə, fərqli-fərqli təcrübələri yaşamaq. Yəni Asan Xidmətdə könüllü olmaq ola bilər, gənclər evlərinə, karyera mərkəzləri var Azərbaycanda fəaliyyət göstərən və bir çox gənclər üçün olan könüllülük proqramları var, MDB oyunları var, Formula 1 var, KOP var idi. Yəni bütün bu imkanlarda təcrübələr yaşasınlar, fərqli-fərqli departamentlərdə. Hər birini deneyimlədikdən sonra müəyyən edəcəklər ki, ümumiyyətlə gələcək karyeralarını harda görmək istəyirlər və bu müddət ərzində də mütləq xarici dillər üzərində çalışmaq lazımdır. Bu birmənalı olaraq əhəmiyyətlidir. Nə qədər tez ingilis dili bacarıqlarını inkişaf etdirsələr, o qədər də sürətli inkişaf edəcəklər gələcək karyeraları üçün də və eyni zamanda bu tələbəlik illərində əksərən könüllü olurlar da, tələbəlik illərində belə çox effektiv və produktiv keçirə biləcəklər. Bəli, və bildiyim qədərilə könüllülük, yəni sosial fəaliyyətlər beynəlxalq arenada proyektlər, layihələrdə iştirak etmək üçün bir üstünlük təşkil edir, düzdür? Mənə görə bu hər yerdə bir üstünlük təşkil edir. Çünki 4-cü kursu bitirən bir tələbə əgər könüllü olubsa və əlbəttə ki, o könüllülük əsnasında da bilik və bacarıq qazanıbsa, bu sabah 4-cü kursu bitirdikdə bu tələbə gedib müsahibə mərhələsində də özünü doğru və düzgün təqdim edə biləcək. Artıq onun bir yumuşaq bacarıqlar deyirlər, buna soft skills deyirlər. 21-ci əsrin bacarıqlarıdır. Kommunikasiya, komandada iş bacarığıdır və bu gəncin artıq bu bacarıqlar olduğu üçün işə düzəlmək ehtimalı əlbəttə ki, daha yüksəkdir. Və eyni zamanda da xaricdə təqaüdlü təhsil almaq. Yəni əgər kimsə təqaüdə layiq görülmək istəyirsə, mütləq şəkildə artıq könüllü fəaliyyəti olmalıdır ki, CV-si zəngin olsun və müəyyən nailiyyətləri olsun. Jalə xanım, siz xaricdə təhsil almısınız? Bəli. 2022-ci il, 2024-cü illər arasında İsveç dövlətinin maliyyələşdirdiyi SI təqaüdünə layiq görülmüşəm. Azərbaycandan gedən həmin il üçün 12 gəncdən biri idim. Çox görünür ki, və sizdən dərhal dediyiniz kimi səyahət etməyi çox sevirsiniz. Xarici ölkələri çox sevirsiniz. Çox. Gəlin biraz səyahətlərdən danışaq. İndiyə kimi neçə ölkədə olmusunuz və ən maraqlı hadisələrdən nə danışa bilərsiniz? İndiyə kimi 46 ölkədə olmuşam, bir 150-dən çox şəhərdə olmuşam və bu səyahətlərə də başlamışam sırf tələbəlik illərimdən. 19 yaşımdan başladım və mütəmadi belə səyahət edərək hələ də davam edirəm, çox sevirəm. O qədər hadisələr baş veribdi ki, və ən əsas məsələ odur ki, o səyahətlər də mənə görə bir təhsil ocağıdır. Çünki gənclər ölkədən kənar çıxarkən nə valideyn var, nə qohumlar var. Bilirsən ki, birbaşa kiməsə zəng edə bilməyəcəksən və özün orada o problemləri həll edərək bir növ həm problem həll etmə bacarıqlarını inkişaf etdirirsən, həm də ki, özünə əminlik inkişaf edir, bacarıqlar inkişaf edir. İndi deyirsiniz, ilk ağlıma gələn, misal üçün, elə ən getdiyim
Gürcüstandan sonra ikinci bir layihə idi. Türkiyədə baş verirdi və mən o zaman otel bron etməyi bilmirdim. Və Azərbaycandan bir qrup gənclərlə getmişdik və orada daha təcrübəli biri var idi. Bizə demişdi ki, layihə bitdikdən sonra biz əlavə qalırdıq deyə. Bizə demişdi ki, narahat olmayın, mən sizə otel tapacağam. Və təsəvvür edin, layihə bitir. Biz Taksimdəyik. Bagajlarımız yanımızdadır. Mən və rəfiqəm birlikdə getmişdik layihəyə və həmin o adam kim ki bizə otel tutmağı söz vermişdi. Mənim bu gecə qalmağa yerim də yoxdur. Yaşım da 20 yaş olar ya olmaz. Və deyirəm ki, bəs nə oldu? Biz otel tutmadın da. O da dedi ki, mənim bilirsən təyyarəm var, gecikirəm, birdən yolda da tıxacı olar. Mən gedirəm, siz nəsə taparsınız da buradan. Və bizi iki xanımı ikinci dəfə idi ki, xaricə çıxan xanımı ilk dəfə Türkiyədə qoydu orada və getdi. Və o təcrübədən sonra mən neynədim? Rəfiqəm panikaya düşdü ki, bəs biz necə edəcəyik? Qalmağa yerimiz yoxdur. Sakitləş, internet tapırıq. İnternetdən mən otel bron edəcəm və hər şeyi həll edəcəm. Və ilk dəfə həyatımda onda veb sayt üzərindən özümə otel bron elədim, getdik və təhlükəsizlikdə olduq və onunla da mən özgüvənim əlbəttə ki artdı ki, mən heç kəsə ehtiyacım yoxdur. Mən özüm də öz problemlərimi həll edə bilərəm. Doğrudan da məncə bu bacarıq demək olar, özgüvən formalaşdırır gənclərdə. Bəs yaxşı, sərfəli səyahətin ipuçları, yəni bilməli olduqlarımız nələrdir? Bilməli olduqlarımız, əgər gənclərdən söhbət gedirsə, yəni 30 yaşa kimi o qədər çox imkan var ki, Avropa Komissiyası tərəfindən təklif edilən, başqa dövlətlər tərəfindən təklif edilən o qədər çox imkan var ki, heç gənclər məsəl üçün öz pullarını yığıb səyahətə getməsələr də belə bu beynəlxalq layihələr vasitəsilə səyahət edə bilərlər. Ona görə onlar ilk növbədə hələ o imkanlardan xəbərdar olmalıdırlar. Yox, o imkanlardan əlavə də özləri üçün səyahət etmək istəyirlərsə, o zaman ucuz bilet almağın yolunu kəşf etməlidirlər ki, Azərbaycandan ən sərfəli yolla necə səyahət edə bilərlər. Bu ilk növbədə əlbəttə ki, quru sərhədlər bağlı olduğu üçün təyyarə bileti tapmaqdan keçir. Sonra sərfəli otel tapmaq məsələsidir və əlbəttə ki, öz səyahətini sərfəli planlamaq, yəni ki, lüks restoranlarda deyil də daha belə əlçatan restoranlarda yeyərək büdcələrini sərfəli belə deyək də planlaya bilərlər. Sizi insan dinləyəndə dərhal səyahət etmək istəyir. Səhifənizi izləyəndə elə hiss olunur ki, sanki siz yorulmursunuz. Ümumiyyətlə bu prosesdən yorulursunuz, yəni fasilə etmək istəyirsiniz, yoxsa bu sizə daha da motivasiya edir? Ümumiyyətlə çalışmaq məni çox motivə edir və mən çalışmaqdan zövq alıram deyə işləyirəm, yəni. Və bu səbəbdən yorulduğum anlar olur əlbəttə ki, bu səbəbdən tez-tez səyahət edirəm. Bu da məni çox gözəl yeni layihələrə, yeni ideyalara belə deyək də ilhamlandırır. Amma yorulduğum anlarda da ailəmlə vaxt keçirirəm, özümlə vaxt keçirirəm. Amma yenə də çalışmaq, yaratmaq və ən əsası faydalı olmaq cəmiyyətimiz üçün məni çox sevindirir və motivə edir. Sir deyilsə, siz hal-hazırda influencer kimi fəaliyyət göstərirsiniz, yoxsa rəsmi çalışırsınız? Rəsmi də çalışıram, eyni zamanda influencer olaraq fəaliyyət göstərirəm. Bəs gənclər beynəlxalq layihələrə necə qoşula bilərlər və daimi şəkildə necə xəbərdar ola bilərlər? Daimi şəkildə xəbərdar ola bilərlər. Əlbəttə ki, mənim səhifəmi izləyərək Instagram üzərindən mütəmadi orada mövcud layihələri aktiv şəkildə paylaşıram. Eyni zamanda da təşkilatlar var Azərbaycanda fəaliyyət göstərən, Gələcəyə Körpü təşkilatıdır, Sağlam Düşüncə təşkilatıdır. Bu təşkilatları izləyərək Instagram səhifələrini xəbərdar ola bilərlər. Bəs Avropada xərcləri qarşılanan layihələr var. Onlara necə qoşulmağı tövsiyə edirsiniz və bütün xərclər qarşılanırmı ümumiyyətlə? Bəli, ümumiyyətlə bütün xərclər qarşılanır. Yəni mən 19-20 yaşlarımda və hal-hazırda da oktyabr ayında layihəyə gedirəm və mənim bütün xərclərim qarşılanacaq. Yol xərci, təyyarə biletlərim qarşılanır. Layihə müddətində 8 gün mən Wrocław şəhərində olacağam. Bu 8 günündə mən gündə 3 dəfə yemək verəcəklər, qalmağa yer ilə təmin edəcəklər və mənimlə birgə 5 gənc ilə birgə gedirəm Azərbaycanı orada təmsil etməyə. Çünki başqa ölkələrdən də gənclər gələcəkdir bu layihəyə. Estoniyadan, Polşadan, Türkiyədən, Gürcüstandan və biz birgə 8 gün ərzində tənqidi təfəkkür mövzusu üzərində bir təlimdə iştirak edəcəyik və Azərbaycanı da biz orada maksimum təmsil etməyə çalışacağıq. Mədəniyyət gecəmiz olacaq, rəqslərimizi, yeməklərimizi və təamlarımızı da təqdim edəcəyik orada. Əminəm ki, çox gözəl təmsil edəcəksiniz. Jalə xanım, bəs sizcə bu cür təlimlərə hansı ki bütün büdcə qarşılanır, minimal büdcə gənclər nə qədər götürməlidirlər? Burada məsələ nədən ibarətdir? İlkin olaraq əlbəttə ki, bilet özləri alırlar və sonra bilet pulu qaytarılır. Layihəyə getdikdən sonra bu baş verir. Orada isə əlavə xərclər sadəcə axşam saatlarında marketə getmək istəyirlər, əlavə özləri üçün nəsə. Bəli, yalnız istək xərcləridir. Bu da 100-150 avro maksimum bir xərc tələb edir. Aydındır. Siz qeyd etdiniz ki, Gəncədə orta təhsili bitirmisiniz. Bəs bölgədəki gənclərlə bağlı hansı layihələri həyata keçirirsiniz və ümumiyyətlə onların xaricdə təhsil, layihələrdə iştirakını necə dəyərləndirirsiniz? Mən daha öncəsində çalışdığım təşkilatla
rayonla əlaqəli Bərdə, Ağdam, Mingəçevirdə aktiv şəkildə fəaliyyət göstərmişəm və sırf layihənin bir parçası da gənclərlə iş idi. Ona görə regiondakı gənclərdən çox gözəl xəbərdaram. Eyni zamanda şəxsi təşəbbüsüm var idi. Kəşf et layihəsi çərçivəsində mən sırf soft bacarıqlar, yumşaq bacarıqların əhəmiyyəti ilə bağlı məlumatlandırıcı sessiyalar təşkil edirdim. Mingəçevir, Yevlax, Gəncə, Goranboy bu kimi şəhərlərdə də sessiyalar təşkil edib gənclərlə görüşmüşəm. Bir reallıq var ki, çox təəssüf ki, Bakı ilə müqayisə etsək belə deyək də, regiondakı gənclərin bir balaca həmin bu imkanlara çıxışı daha azdır. Çünki orada imkanların sahəsi daha limitlidir. Amma gənclər çox potensiallıdırlar. Yəni imkanlar təqdim olunduqda onlara dəyərləndirməyə və inkişaf etməyə çox açıqdırlar. Bəli, doğrudan da bölgədəki gənclər çox potensiallıdır. Hətta bu statistikaya da baxaraq bilmək olur ki, hər il DİM-in imtahanında, yəni universitetlərə qəbul imtahanında ən çox yüksək nəticə göstərən daha çox bölgədəki gənclər olur. Buna görə bəlkə onlara sizin kimi təlimlər, ictimai açıqlamalar olsa, onlarda da həvəs daha çoxalar və özgüvən çoxalar ki, müraciət etsinlər. Bildiyim qədərilə siz təlimlər həyata keçirirsiniz. Sizcə onlayn yoxsa ənənəvi qaydada təlimlər hansıdır prioritet? Mövzuya görə dəyişir. Onlayn çox gözəldir ki, hər kəs imkan verir və mən məsəl üçün dünən də bir təlimim var idi beynəlxalq layihələrlə bağlı və bu imkan yaradır ki, bütün regiondan gənclər qoşula bilsinlər. Amma əlbəttə ki, əgər mövzu bacarıqların inkişaf etdirilməsidirsə, ələxüsus da bu soft bacarıqlar dediyimiz kimi təqdimatdır, ünsiyyətdir, kreativlikdir, əlbəttə ki, əyani təlimlər daha effektiv olur. Çünki onlar daha praktiki tapşırıqları gözəl yerinə yetirə bilirlər. Jalə xanım, qloballaşan dünyada gənclər hansı bacarıqlar yiyələnməlidir? Xüsusilə də süni intellektin olduğu artıq dövrdə. İlk öncə başlayaq ki, kommunikasiya bacarığı bu hər zaman bizə lazımdır və bunun üzərində mütləq şəkildə çalışmaq lazımdır. Ondan sonra lazım olacaq adaptasiya bacarığı. Çünki o qədər sürətlə inkişaf edir hər şey indiki zamanədə və o sürətə də adaptasiya etmək lazımdır. Adaptasiya bacarığı çox əhəmiyyətlidir. Süni intellektdən istifadə bacarığı bu da çox vacib bacarıqlardan biridir ki, gənclər inkişaf etdirməlidir və tənqidi təfəkkür. Sorğulamaq hər zaman vacibdir. İstifadə edirsiniz süni intellekt alətlərindən? Bəli, aktiv şəkildə və özümü də o istiqamətdə inkişaf etdirirəm. Çünki gələcək ondadır və biz də o alətləri istifadə etməyi öyrənməliyik. Düzdür, bu artıq bir vacibiyyət daşıyır. Sosial aktiv olmaq üçün nə etmək lazımdır və ən önəmlisi bu aktivliyi saxlamaq üçün, davamlı hala gətirmək üçün nə tövsiyə edirsiniz? Gənclərimiz ilk növbədə əlbəttə ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarından xəbərdar olmalıdırlar. Gənclər evlərindən xəbərdar olmalıdırlar. Asan Xidmət Dost Agentliyi kimi mərkəzlərdə könüllü olmalıdırlar və hər birini təcrübə edərək öz CV-lərini zənginləşdirirsinlər. Yəni bu mütləqdir. Jalə xanım, məncə bu gənclər də maraqlıdır. Özləri tətbiq etmək üçün bu qədər aktivlik və səyahətləri ailənizlə necə tənzimləyirsiniz? Ailəm məni hər zaman dəstəkləyirdi, indi də dəstəkləyir və bu səbəbdən çox anlayışla qəbul edirlər və mən əksərən iş səyahətlərinə gedirəm. Yəni ona görə çalışırıq ki, bir balans tapaq. Mən də çalışıram ki, əlbəttə ki, öz qrafikimdə, həmçinin də ailəm üçün vaxt ayırım. Çox gözəl. Və bizim sosial media vasitəsilə, Instagram vasitəsilə könüllülərin və digər gənclərin sualları var. Mən istərdim ki, onları cavablandıraq. Gözəl. Deməli, ilk sualımız, təhsil təqaüdü yaşamaq üçün kifayət edirmi? Burada məsələ ondan ibarətdir ki, baxır siz hansı təqaüd əldə etmisiniz. Misal üçün, Chevening təqaüdü var, İngiltərədə təhsil üçün, DED təqaüdü var, Almaniyada təhsil üçün. Mən təhsil almışam, SAI təqaüdü var, İsveçdə təhsil üçün, Erasmus Mundus var, Avropa ölkələrində təhsil üçün. Yəni, eyni zamanda Azərbaycan Respublikasının dövlət proqramı var. Bu təqaüdlər sizin bütün xərclərinizi qarşılayır. Yaşam xərcini də ki, siz orada yemək xərciniz olsun, yataqxana xərciniz olsun, buna yetərli olur, sizin yol xərcinizi, təyyarə biletinizi qarşılayır və təhsil haqqınızı. Yəni, bu təqaüdlər bəli, hər şeyi qarşılayır. Spesifik olaraq orada hansı təqaüdü nəzərdə tutublar, onu bilmirəm. Aydındır. Deməli, Aytaç xanım sual ünvanlayıb. Könüllü işlədikdən sonra verilən sertifikatın CV-də böyük bir əhəmiyyəti varmı? Mən burada deyərdim ki, CV-də göstərilən sertifikatdan əlavə daha çox müsahibə mərhələsində göstərə biləcəyiniz o sertifikatı belə deyək də təsdiqləyən bacarıqlar da əhəmiyyətli olan. Yəni bir gənc fərqli onlayn təlimlər və ya offlayn təlimlərə gedib 20 dənə sertifikat yığa bilər, amma nəticədə o gəncin bir təqdimat bacarığı yoxdursa, özü ilə bağlı belə deyək də məlumat verərkən çətinlik çəkirsə və eyni zamanda başqa bacarıqlarında inkişaf etdirməyibsə, işə lazım olan CV-də 20 sertifikatın göstərməsi də, görsənməsi də belə deyək də HR-a heç bir şey ifadə etməyəcəkdir. Ona görə daha çox bacarıqları üzərində çalışmaq lazımdır və onu təsdiqləyən sertifikatların olması da nə gözəldir. Növbəti sual. Jalə xanım, bu layihələrdə iştirak etmək üçün nə etməliyik?
Bir gəncimiz ünvanlayıb bu sualı. Ümumiyyətlə beynəlxalq layihələrə müraciət edərkən ilkin etap əlbəttə ki, bu layihələri tapmaqdır ki, bayaq sadaladığım təşkilatlar var idi onların səhifələrindən. İkinci isə müraciət mərhələsi 2 etapdan ibarətdir. Birinci etap siz motivasiya məktubu və ya motivasiya videosu ya da ki, ərizə forması doldurmalısınız və CV-niz və ya rezümeniz ilə birgə göndərirsiniz. Əgər birinci mərhələni keçsəz, ikinci mərhələ müsahibə mərhələsi olur və gənc müsahibə mərhələsinə dəvət alır. Onu da keçdiyi təqdirdə artıq layihə hazırdır və gedə bilər. Növbəti sual, magistr üzrə xaricdə təhsil almaq istəsək, bakalavr ixtisasımızdan fərqli tam təqaüd qazana bilərik? Bəli, bu mümkündür. Bu əlbəttə ki, təqaüddən təqaüdə dəyişir. Amma mən bariz nümunəsiyəm ki, Azərbaycanda təhsil almışam informatika müəllimliyi ixtisası üzrə, ondan sonra MBA getmişəm. Amma İsveçdə təhsilim International Development and Management istiqaməti üzrə idi, yəni sahəsi üzrə idi. Buna səbəb nə idi? Məni o proqrama qəbul etmələrinə səbəb mənim yetərli iş təcrübəmin olması idi. Əgər kimsə öz sahəsini dəyişmək istəyirsə, mütləq şəkildə həmin o ikinci seçdiyi sahə ilə əlaqəli yetərincə bir iş təcrübəsi olmalıdır ki, universitetlər həmin o proqrama onu qəbul etsinlər. Siz dövlət proqramı üzrə müraciət etmisiniz, yoxsa? Mən SAI təqaüdü ilə İsveç dövlətinin maliyyələşdirdiyi proqramla təhsil almışam. Aydındır. Deməli, növbəti sual, Erasmus Plus proqramı məsləhətlidirmi? Bununla bağlı mən 9 ildir danışıram. Məsləhət olmasaydı bu qədər uzun danışmazdım. Aşırı dərəcədə tövsiyə edirəm. Erasmus Plus proqramı mənim həyatımı 180 dərəcə müsbət yöndə dəyişib. Tamamilə təmənnasızdır və mən istəyirəm ki, Azərbaycan gəncliyi də sırf elə Azərbaycan gənclərinin inkişafı üçün nəzərdə tutulmuş bu proqramdan faydalansınlar. Son sualımız, asan könüllüsü olmağın gələcəkdə bizim üçün necə faydaları olacaq? Yəqin ki, müraciətlə bağlı ünvanlanıb. Xaricdə təhsil üçün müraciətlə bağlı. Ümumiyyətlə, asan könüllüsü olmaq gənclərə imkan yaradır ki, bir korporativ mühitlə tanış olsunlar, dövlət qurumu ilə tanış olsunlar, proseslərlə tanış olsunlar və bacarıqlarını inkişaf etdirsinlər. Əlbəttə kommunikasiya bacarığı, çünki o könüllülər mütəmadi gələn şəxslərlə kommunikasiyada olurlar asan xidmətə və xaricdə təhsil üçün bəli, bu çox faydalı olacaqdır. Çünki onların CV-lərində ən azı təhsil ilə birgə paralel şəkildə başqa da bir fəaliyyətlə məşğul olduqları görsənəcəkdir. Və nəhayət, Jalə xanım, gənclərə bugün bir cümləlik mesaj versəydiniz, bu nə olardı? Bu bir mənalı olaraq gözləmə və başla. Sən bir addım atmalısan ki, həyat da sənə doğru addımlar atsın. Bu cümləsi olar. Biz sizə çox təşəkkür edirik faydalı bir söhbətə görə. Nə xoş mənə, çox sağ olun, dəvətiniz üçün təşəkkür edirəm. Bu qədər, dəyərli izləyicilər. Ümidvaram ki, faydalı oldu. Növbəti görüşlərdə görüşənədək.